Hər kəsə salam. Əgər siz də mənim kimi işləyən xanımsınızsa, istirahət üçün 1.6 bazarınız var və həmin bu 2 gündə çox planlarımız və ev işlərimiz qalır. Məndə də belə bir gündür. Bugün amma mən ən vacib işlərimi görüb çox vaxtımı ailəmlə keçirməyə qərarı verirəm. Çünki uşaqların ən şirin yaşları keçir, günlər uçur, amma ev işləri bitmir. Ona görə günortadan sonra parkda piknik etdik. Vaxtımız çox xoş keçdi. Həm fiziki, həm də mənəvi istirahət etdik. Hamıya xoş istirahətlər arzu edirəm.